yeganə istisna hal 2001-ci ildə baş verdi. 2001-ci ildə bilirsiniz ki, Birləşmiş Ştatların 11 sentyabr hadisələrindən sonra antiterror əməliyyatları başladı. Və Azərbaycan bu prosesdə Birləşmiş Ştatların yanında oldu. Xüsusilə də Azərbaycanla logistik və yükdaşıma nöqteyi nəzərdən istifadə edilir bizim ərazimizdən Əfqanistandakı əməliyyatlarla bağlı və biabırçı şəkildə Əfqanistanı tərk etdikdən sonra 20 il sonra tərk etdikdən sonra yeri gəlmişkən elə tərk etmə oldu ki, hakimiyyətə gətirdiyi qüvvələri hakimiyyətdən qovduqları qüvvələrin üzrə qoydular. Yəni Talibanla. Talibanı devirib 2001-ci ildə ora öz qüvvələrini gətirmişlər. 20 il sonra deməli Biden administrasiyası qoşunları oradan çıxartdı və çıxardandan sonra Taliban gəldi. Kimlər ki, Amerikanlarla əməkdaşlıq eləmişdi, onun hamısını məhv elədi, fiziki baxımdan məhv elədi. Deməli, Birləşmiş Ştatlarda Biden administrasiyası köhnə dostlarını talih hökmünə buraxdı. Bu məqamları da cənab prezident bir daha aydınlığa gətirdi. Və deməli, bağda ərik var idi, salam məlük var idi. Bağda ərik qutardı, salam məlük qutardı. Deməli, Əfqanistanda hərbi əməliyyatlar dayandı. Azərbaycan sənə ehtiyacım yoxdur, onda al 907-ci maddəni. Bax, bu riyakarcasına bir siyasətdir. Əvvəla, ümumiyyətlə, bu 907-ci maddə ilə bağlı bir məsələdə aydınlığa gətirim ki, bu SSR 1991-ci ildə dağıldı. Postsovet ölkələrinə Birləşmiş Ştatların iqtisadi yardım aksiyası idi. Onun adı belədir, azadlıq müdafiə aktı. Yəni, azadlıq əldə etmiş dövlətlər ki var, onları biz müdafiə eləyək. Necə maliyyə baxımından, dövlət səviyyəsində. Bax, həmin o dəstək verərkən bir dövləti kənara qoydular. O da Azərbaycan oldu. Erməni lobisi və diasporanın təzyiqi ilə bizə qarşı o 907-ci maddəni tətbiq etdilər. İqtisadi, dövlət səviyyəsində iqtisadi qadağan aksiyasıdır. İndi Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyəsi fonunda, xüsusilə 8 avqustda Vaşinqtonda Birləşmiş Ştatların prezidenti cənab Donald Trump'ın şahidliyi ilə ki, çox strateji əhəmiyyətli sənədlər imzalandı. Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri arasında və onlardan da biri 907-ci maddənin fəaliyyətinin dayandırılmasına bağlı məsələdir. Yəni 2001-ci ildən sonra əslində hər il prezident səviyyəsində bir il müddətində həmin maddənin fəaliyyəti dayandırılır. Bir il. Sonra Biden onu ləğv eləmişdi. İndi Donald Trump da bax, söz verdi və onu əməl etməyə başladı ki, daha bir il müddətinə dayandırılır. Yəni sonra növbəti il dayandırılır, növbəti il nə qədər ki, Trump hakimiyyətləri, bəli, buna söz verib və təkcə söz verməyib, əməli addımlar bu müşahidə olunur. Ancaq bax, cənab prezidentin o müsahibəsində də gördünüz, Azərbaycan yerli televiziya kanallarına ki, prezident səviyyəsində bu oldu. Axı, bu prezidentin qəbul etdiyi Azərbaycan qadağan aksiyası deyil, bunu qəbul edən konqresdir. Konqresdir. Deməli, 907-ci maddənin tamamilə ləğv olması üçün, tamamilə gündəlikdən çıxması üçün prezidentdən sonra konqresin bununla bağlı müvafiq qətnaməsi olmalı. Amma sizə bəri başdan söyleyeyim ki, çox qəliz, çox mürəkkəb məsələdir. Və mənim ixtisasım Birləşmiş Ştatlardır deyə bu sanksiyalar rejimi ilə bağlı çox saylı deməli, o ədəbiyyatlarla tanış olmuşam və dissertasiyalarında da ondan istifadə eləmişəm. 907-ci maddə onlardan biridir və ümumiyyətlə yadda saxlamaq lazımdır ki, ABŞ Konqresinin, yəni 435 nümayəndələr palatasında 100 də senator. Yəni bu 535 nəfərin ki, konqresdə cəmlənirlər, onlar bu verdiyi qətnamə qəbul edirlər. Onu ləğv etmələri üçün 3-2 sərt çoxluğu lazımdır. Və yeri gəlmişkən bir neçə il bundan qabaq, bu tədqiqatlar zamanı qarşıma belə bir deməli, məlumat da çıxdı ki, Amerikanın birinci prezidenti George Washingtondan ta 40-cı prezidenti Donald Reagan'a qədər konqresin qəbul etdiyi qətnamələrin toplanıb 3-2 sərt çoxluğuna ləğv edilmə faizi 4%-dir. Yəni, siz vəziyyətin və məsələnin nə qədər qəliz olduğunu görürsünüz. Deməli, biz ilk növbədə ümid etməliyik ki, konqresdə Respublikaçılar Partiyası bu təşəbbüslə çıxış etsin. Respublikaçılar Partiyasının bütün üzvləri, eyni zamanda demokratlardan da bir qism ona qoşulsun. Çünki demokratların bu addımı atması üçün hüquqi və məntiqi əsaslar var.
Demirsiniz ki, o zaman blokada idi. Əvvəla blokada da yox idi. Əvvəla o da yox idi. Amma bugünkü reallıqda ümumiyyətlə blokadadan söhbət getməsi gülüncdür. Biz verilişin əvvəlində də qeyd etdik. Cənab Prezidentin məlum müsahibəsində buna çox geniş, ətraflı yer verilib ki, bu günləri biz Ermənistanla sülh müqaviləsini paraflamışıq. Artıq 5 aydır regionda bir güllə də atılmır. Dinc şəraitdə yaşamanın nə olduğunu biz artıq öz həyatımızda hiss edirik. Eyni zamanda Azərbaycandan keçməklə, Gürcüstandan keçməklə Ermənistana yüklər həyata keçirilir. Yəni biz o embarqanı və sanksiyanı, blokadanı aradan götürmüşük. Eyni zamanda artıq Azərbaycanın neft məhsulları bu gün Ermənistan bazarına daxil olur. Yəni münasibətlərimiz bu səviyyədədir. Hətta Ermənistandan Azərbaycana daxil ola biləcək məhsulların adları bu kütləvi informasiya vasitələrində səslənir ki, çünki etimad olmadan sülh ola bilmir. Gərək bir-birimizə mallar getsin, əməkdaşlıq yaransın, ticarət dövriyyəsi yaransın, insanlar gündəlik həyatında bunu hiss etsinlər və mallar mübadiləsi, əmtəə mübadiləsi olduqdan sonra insanların da gediş-gəlişi və ünsiyyəti daha rahat olur. Və orada statistik erməni bazara girəndə baxır ki, Azərbaycan məhsuludur. Və eyni zamanda Azərbaycanlı bunu hiss edir ki, Ermənistandan gələn məhsuldur. Və beləcə bir ünsiyyət və bir təmas və bu öz-özlüyündə sülh prosesi üçün münbir şəraiti təmin edir. Bu reallıqda, yəni artıq kommunikasiyanın bərpasının getdiyi reallıqda, Zəngəzur dəhlizinin işə salınması ilə bağlı prosesin qaçılmaz olduğu və 2028-in sonunda hətta buna reallaşacağı ilə bağlı bəyanatlar fonunda, Birləşmiş Ştatların qarant dövlət olması reallığı fonunda ümumiyyətlə gülünc və absurddur, nonsensdir ki, deyəsən ki, 9-7-ci maddəni biz hələ də saxlayaq, çünki onu bağlı formal səbəb aradan qalxmayıb, yəni blokada aradan qalxmayıb. Yox idi blokada və bugün də ümumiyyətlə ondan danışmaq gülüncdür.